Salam, kanalıma hoş gelmişsiniz. Bugün sizin için çok tatlı kruvasan reseptini paylaşacağım. Bunun için bize evvelce yoğuracağımız kaba 1 kilogram un əlavə edirik. Qıraqda bir qabda 400 ml soyuq su, 200 ml soyuq süd, 120 qram şəkər tozu, 10 qram mayanı əlavə edib yaxşıca qarışdırırıq. Sonra bunu onun üzerine əlavə edib, videoda da gördüğünüz kimi xəmir yoğururuq. Biraz yoğurduktan sonra üzerine 200 qram kərə yağı, 18 qram duz əlavə edib, yaxşıca xəmirimizi yoğururuq. Yoğurduğumuz xəmiri dörtgünc bir qabın içine əlavə edib, soyuducuda ən azı 4-5 saat, yaxşı olardı ki, gecədən yoğurub səhərə saxlayasınız. Sonraki prosesi de videoda size etraflı şekilde göstereceğim. Sonra qıraqda 500 qram yağını videoda da göreceğiniz kimi nazik şekilde yayıb soyuducuda azıcık soyuduruq ki, o kadar soyuq olur ki, əllə sıxanda yumuşaqlığı hiss olunsun. Sonra xəmirimizi bu cür videoda gördüğünüz kimi açırıq. Ortasına hemen yağı koyup iki tərəfdən qatlayırıq. Qatladığımız tərəfləri hər iki tərəfdən kəsirik ki, sonra yayanda asan olsun. Bu prosesi 4 dəfə təkrar etməklə hər dəfə xəmiri açıb 4 dəfə, 3 dəfə qatlayıb yenidən soyuducuda 30-35 dəqiqə saxladırıq. Bu prosesi 4 dəfə təkrar edirik. Budur, artıq 4 dəfə xəmirimizi eyni prosesi təkrarlayıb bitirdik. Sonuncu dəfə xəmirimizi videoda gördüyünüz kimi açıb üçbucaq şəklində kəsirik.
Kəsdiyimiz üç bucaqları videoda gördüyünüz kimi arasına mən damla şokolad qoydum. Siz zövqə görə ərimiş şokolad da qoya bilərsiniz. İstəsəz cem də qoya bilərsiniz. Bir fərqi yoxdur. Videoda gördüyünüz kimi hazırlayıb tavada üzərini örtüb 20-30 dəqiqə dincəldirik, mayalandırırıq. Sonra üzərinə yumurta, bir də süd qarışımı çəkib sobaya qızarana qədər bişiririk.